Allah'ın bildirdiği kitab deyək ki, əgər həqiqətən o Tövrat olmuş olsaydı, həmin oradakı Tanaq deyilən, Tanahın da bir bölümü olan Tövratda, Torada, ilk 5 kitabda, bir də baxırsınız ki, orada Lut Peyğəmbərin, üzr istəyirəm tamaşaçılarla, qızları ilə yatmasından bəhs edildiyinə şahid oluruq. Və yaxud da Süleyman kimi bir kralın, bir Peyğəmbərin müxtəlif xalqlardan aldığı xanımlarının xoş eləməkdən ötəri onların bütlərinə sitayiş elədiyini, hətta kafir olaraq elan edildiyini şahid oluruq. Amma Quran bunların hamısına bəraət verir. Məsələn, Quranına baxırıq, Bəqərə surəsinin 102-ci ayəsində Süleymanın kafir olmadığı orada xüsusi olaraq vurğulanır. Ondan başqa Lut əleyhissalamla bağlı heç bir zaman belə bir ifadə işlədilmir. Tam əksinə, elə bir anlayışın ola bilməyəcəyi vurğulanır. Ona görə görürük ki, Quranın bildirdiyi Tövrat dediyimiz bu deyil. Məsələn, bilirsiniz ki, Amerikanın özündə yaşayan 6 milyondan çox Yahudi var. Həmin o Yahudilərdən 4 milyonu reformist deyə adlandırdığımız həmin o məzhəbin nümayəndəsidir. Onlar özləri də qeyd edirlər ki, bugünkü əlimizdə mövcud olan Tora dediyimiz kitab və yaxud da Tanaq dediyimiz kitab bizi kültür olaraq birləşdirsə də, biz bilirik ki, bu masa başında yazılmış bir kitabdır. Məsələn, İncil. İncil həqiqətən Quranda bəhs edilən İncil bu cür xristiyanların özlərinin Evangeliya dedikləri İncillə eynidir. Təbii ki, xeyr. Çünki Allahın dediyi İncilə baxırıq, Əl-İncil söhbəti və xristiyanlığın əlindəki İncilə baxırıq ki, həmin oradakı İncildə nədən bəhs olunur? Məsələn, baxırıq ki, orada da əsasən 4 İncildir. Kimin İncildir? Mattanın İncilidir, Markın İncilidir, Lukanın İncilidir, Yuhannanın İncilidir. Ondan sonrası gəlir elçilərin işləri və yaxud da həvarilərin işləri deyə başlayır. Sonra Pavelin məktubları və digər həvarilərin məktublarından bəhs olunur və ən axırda da 27-ci kitab olaraq Vəhy bölümü ilə bitir. Yəni orada 4 İncil olaraq qəbul edilir. Bu 4 İncildən də 3-ü sinoptik İncillər olaraq qəbul edilir. 4'ü kanonik olarak qəbul edilir. Digərləri məsələn heç bir zaman səhih olaraq deyə biləcəyimiz anlayış olaraq qəbul eləməyibdir. Məsələn, Filip İncili var və yaxud da Məryəm İncili var və yaxud da İsa'nın uşaqlıq İncili var və yaxud da sonraki dövrlərdə ortaya çıxdığı deyilən Barnabas İncili var. Bunları məsələn qəbul eləməyibdilər. Ona görə buradakı anlayış nədən ibarətdir? Həmin orada İncillərə baxdığımız zaman biz o İncili, mövcud olan İncilləri Quranla müqayisə eləməyimiz mümkün deyil. Çünki mövcud olan İncillər Peyğəmbərin, sonuncu Peyğəmbərimiz olan Muhammed Peyğəmbərimizin həyatı ilə yazılan siyər dediyimiz və yaxud da Peyğəmbərin həyatından bəhs edilən məğazi dediyimiz və yaxud da onun həyatından bəhs olunan bioqrafiya dediyimiz kitablarla müqayisə eləyə bilərik. Niyə? Çünki orada marka görə İncil dediyimiz zaman ona görə İncilin bir növ İsa'nın həyatından, doğuluşundan, sonra onlara görə çarmıxa çəkilməsi, sonra orada yenidən dirilməsi və göyə yüksəlməsi ilə bitən bir anlayışın şahid oluruq.